Hansel və Gretel nağılı. Bir zamanlar böyük bir meşənin kənarında kasıb bir taxta kəsən yaşayırdı. Onun iki sevimli övladı vardı. Balaca oğlan Hansel və kiçik qız Gretel. Onların ögey anası isə o qədər də mehriban değildi. Evdə yemək çox az idi. Buna görə də ögey ana bir gün atalarını razı saldı ki, uşaqları meşəyə aparıb tək qoysun. Ağıllı Hansel atası ilə ögey anasının planını eşitdi. O çox ağıllı idi. Gecə gizlicə evdən çıxdı və ciblərinə ağ, parlaq çıngıl daşları yığdı. Səhər meşəyə gedərkən Hansel tez-tez arxasına baxır və əlindəki çıngılları yola atırdı. Beləliklə o geri qayıtmaq üçün gizli bir yol işarə elədi. Ata və ögey ana uşaqları tək qoyub gedəndə Gretel ağladı. Amma Hansel gülümsəyib dedi: "Qorxma, ay işığı bizim daşlarımızı göstərəcək." Həqiqətən də uşaqlar çıngıl izləri ilə evlərinə qayıda bildilər. Ögey ana əsəbləşdi. Növbəti dəfə Hansel çıngıl yığa bilmədi. O bu dəfə əlindəki çörəyi xırdalayıb yola çörək qırıntıları atdı. Amma meşənin ac quşları cəld gəldilər və bütün qırıntıları dərlədilər. Uşaqlar bu dəfə həqiqətən də azıb qaldılar. Onlar ac və yorğun halda gəzərkən bir ev gördülər. Bu sadəcə bir ev değildi. Divarları pişmiş peçenyalardan, damı şokoladdan, pəncərələri isə konfetlərdən tikilmişdi. Hansel və Gretel o qədər ac idilər ki, dərhal evin damından və divarından yeməyə başladılar. Birdən qapı açıldı və içəridən qoca, bədheybət bir cadugar çıxdı. O uşaqları şirin sözlərlə içəri dəvət etdi. Amma əsl məqsədi onları bişirib yemək idi. Cadugar Hanseli böyük bir qəfəsə saldı ki, o kökəlsin. Gretel isə qadının işlərini görməli oldu. Cadugarın gözləri zəif idi. Hər gün o Hanseldən barmağını uzatmasını istəyirdi. Hansel isə barmağı əvəzinə ona kiçik bir sümük uzadırdı. Cadugar hər dəfə onun hələ də cılız olduğunu düşünürdü. Cadugarın səbri tükəndi. O bir gün Gretelə sobanı yandırmağa əmr etdi. Ağıllı Gretel cadugarın onu da sobaya atacağını başa düşdü. O cadugara dedi: "Mən bilmirəm sobaya necə baxım. Zəhmət olmasa mənə göstərin." Cadugar hirslə sobanın ağzına əyildi. Gretel isə cəld hərəkət etdi və cadugarı arxadan itələyərək onu sobanın içinə saldı. Beləliklə pis cadugardan qurtuldular. Uşaqlar qəfəsi açıb azad oldular. Evdə gəzişərkən qızıl və qiymətli daşlarla dolu sandıqlar tapdılar. Onlar qızılları ciblərinə doldurub meşədən qaçdılar. Onlar evə qayıtdılar. Ataları ögey ananın getdiyinə görə çox kədərlənirdi. Hansel və Gretel qızılları atalarına verib onu sevindilər. Bundan sonra Hansel və Gretel ataları ilə uzun illər xoşbəxt və firavan yaşadılar. Bugünlük də bu qədər əziz dostlar. Sabah eyni saatda Naranın nağıllarında görüşərik. Hələlik.